Salam şagirdlər, bu gün sizinlə ingilis dili 9-cu sinif dim toplusunun pronoun, yəni əvəzlik mövzusuna baxırıq. Birinci sualda the company exploited the land for minerals. Cümləyə baxanda görürük ki, nöqtələrdən sonra burada bizə bir isim verilib. Minerallar. Yəni nəyin mineralları? Təbii ki, ondan qabaq land işlənib, yəni torpağın mineralları deməliyik. Torpağın demək üçün onun sözündən istifadə olunmalıdır və torpaq üçüncü şəxs olduğu üçün onun demək üçün biz its B variantını yazırıq. Digər variantlara baxsaq, it apostrof S-dən sonra bilirik ki, cümlənin mənası fərqli olar, odur deməkdir. Bizə isə onun mineralları lazımdır, yəni öz mineralları. Hers və theirs'dən sonra isim gəlmir. Ona görə D və Y variantlarında çıxırıq. A variantında isə their itsin cəm formasıdır. Yəni lands desəydi torpaqların, bu zaman their götürə bilərdik. Tək olduğu üçün its B variantı doğru cavabdır. İkinci sualda the dog hurt the leg while jumping. Deməli, it incitdi ayağını. İtin ayağı deməliyik. Biz leg, ayaq, qıç deməkdir. Və itin ayağı, onun ayağı olacaq its leg. C variantı doğru cavabdır. Üçüncü sualda Westminster Abbey is famous for architecture. Yenə də Westminster Abbey deməli öz arxitekturası ilə məşhurdur deyiriksə, bu da orta cins olduğu üçün biz yenə burada its deyirik. A variantı doğrudur. Dördüncü sualda her son's marks are usually good. Her son's, onun oğlunun. Görürük ki, burada kişi cinsidir. Oğuldan söhbət gedir. Ona görə her çıxılır, qadın cinsdir. Their da və yaxud theirs da olmaz. Çünki tək bir nəfərdən oğlanları demir. Yəni, tək oğlu deyir, onun oğlunun qiymətləri. Buna görə qalır Y variantı, onun qiymətləri his, kişi cinsində yelik əvəzliyidir. Beşinci sualda suggestion was better than. Burada nöqtələrdən sonra birinci tərəfdə bizə isim verilib, suggestion, amma ikinci tərəfdə isim yoxdur. Buradan belə anlayırıq ki, birinci tərəfə isimli asılı hal yelik əvəzliyi olur, ikinci tərəfdə isə müstəqil. Ona görə baxırıq ki, birinci tərəfdə mine olmaz müstəqildir və yaxud da yours da olmaz, o da müstəqildir. Suggestion, təklif. İsim olduğu üçün my suggestion, mənim təklifim və yaxud da your suggestion, sənin təklifin demək olar. C və Y variantlarımız qalır. İkinci tərəfdə isə, baxın, burada isim yoxdur sonda. İsim olmadığı üçün burada your olmaz. Yordan sonra mütləq isim gəlməlidir. Qalır Y variantı, mine. Deməli, sənin təklifin mənimkindən yaxşıdır. Birinci tərəf isimli əvəzlik, asılı əvəzlik, ikinci tərəfdə isə müstəqil əvəzlik istifadə olundu. Bu əvəzlik testlərini yazmaq üçün mütləq asılı əvəzliklər, müstəqil əvəzliklər, yəni isimli, isimsiz formanı əzbər bilmək lazımdır. Əzbər bilməsək bu testi yazmaq yəni mümkün deyil. 6-cı, this region is famous for beautiful lakes. Baxın, bu region məşhurdur gözəl gölləri ilə. Yenə də deyirik ki, onun gözəl gölləri, regionun. Region üçüncü şəxs olduğu üçün yenə its beautiful lakes olacaq. Düzgün cavab C variantı. 7-ci sualda the police have found the thief. Polis sözü isim mövzusundan toplu isimlərdən keçmişik ki, polis toplu halda olan cəm isimdir. Yəni polisi əvəz edərkən biz he-dən yox, Z-dən əvəz edirik, istifadə edirik. Və sonda isə oğru sözü. Oğru təkdir. Burada zəm yazmağa ehtiyac yoxdur. Və baxırıq. His mi olur, yoxsa him mi olur? Polis tapdı. Tapdı, found, feil gəlib. Feildən sonra tapdı kimi? Oğrunu. Yəni onu deməliyik. Him. D variantı doğru cavabdır. Həmçinin feildən sonra, ümumiyyətlə feil və söz önlərindən sonra obyekt əvəzliyi gəlir. Eynən burada olduğu kimi him. 8-ci sualda both Helen and Susan are going to Julia's birthday party. Həm Helen, həm də Susan. Baxın, iki nəfərdən söhbət gedir və sonra xəbər gəlir are. Xəbər gəlibsə bizə lazımdır mübtəda.
Mübtəda olaraq iki isim cəm götürülür və olacaq burada they, onlar. There olmayacaq, she də olmaz. They are going to Julia'nın ad günü partisi. Julia'nın ad günü partisi, təbii ki, Julia'dan sonra isim gəldiyi üçün biz burada hers götürə bilmərik. Her deməliyik. Her birthday party. Onun ad günü partisi, yəni Julia'nın ad günü partisi. 9-cu, Boss, Jean and Sue. Bu da eyni tapşırıqda elə. Baxın, 2 nəfər olduğu üçün biz burada they deyirik. İkinci tərəfdə də Carol'un yeri və olacaq her. Her place, onun yeri. 10-cu sualda don't forget to wash the dishes before going to bed. Unutma qabları yumağa yatmağa getməzdən əvvəl. Baxın, wash yumaq. Yumaq nəyi? Qabları. Bizə qablar sözünü əvəz etmək lazımdır. Qablar cəmdir. Cəm olduğu üçün biz ancaq they, them, their bu əvəzliklərə baxırıq və görürük ki, ondan qabaq wash, feil işlənib. Və feildən sonra obyekt əvəzliyi gələcək. Axtarırıq, obyekt əvəzliyi olacaq burada them. Wash them. Yu onları, yu qabları. Yəni qabları yu, onları yu deyə bilərik. They şəxs əvəzliyidir, cümlənin əvvəlində gələr. There də yəlik əvəzliyidir, özündən sonra isim işlənməli idi. 11-ci sualda neither the merchant nor the shoppers knew how the crisis was going to affect budget. Deməli, büdcə sözü nə tacirlər, nə də satıcılar bilir ki, bu krizis onların büdcəsinə necə təsir göstərəcək. Baxın, burada variantlardan baxırıq ki, cəm isimlərlə tacirlər və deməli satıcılar olacaq. Deməli they, theirs bu əvəzliklərə baxırıq. Yəni cəm olan əvəzlik olmalıdır. A və D variantına baxırıq. Sonda isə budget, büdcə isimdir və bunlardan da yalnız their, D variantı isimlə işlənə bilər. 12. Look after Mike. Baxın, Mike-dan qabaq vergül qoyulub. Yəni Mike-a xitab olunur. Mike-a müraciət olunduğu üçün bilirik ki, xitab ikinci şəxsə müraciət edir. Burada tək olduqda buradakı kimi yourself əvəzliyindən istifadə edirik. Look after yourself, Mike. Özünə yaxşı bax. Və yaxud da cəm isim olsaydı yourself as götürmək olardı. 13-cü sualda I didn't like the style of the fur coats but I like colors. Baxın, mən deyir, xəz paltoların stilini bəyənmirəm, amma rənglərini bəyənirəm. Deməli, rənglərini, nəyin rəngləri? Coats, paltoların rəngləri, cəmdir. Cəm olduğu üçün də yenə baxırıq A və Y variantına və color, rəng, isim olduğu üçün təbii ki, their color olmalıdır. Yəlik əvəzliyi isimli, belə deyək, aslı formalı yəlik əvəzliyi olmalıdır burada. A variantı doğrudur. 14-də Joseph's little niece did all the sums. Joseph'in balaca bacısı, qardaşı, qızı. Deməli, biz buradan baxmalıyıq. Qadın cinsinə aiddir. Bütün tapşırıqları etdi, özü etdi. Qadın cinsində cavablardan yalnızca herself var və D variantı doğru cavab olacaq. 15. Neither the teacher nor the students. Baxın, eyni sualdır bu. 11-ci suala oxşuyur. Deməli, burada deyir ki, nə müəllim, nə də şagirdlər sənin belə bir qərar verməyini gözləmirdi. Biz burada baxırıq ki, burada you işlənib və you-ya uyğun olan əvəzi isə yourself və yourselves olacaq. 1 və 5 doğru cavabdır. 16-da whose book is this? Bu kimin kitabıdır? It's budur. Sonda görürük ki, isim yoxdur və isim olmadığı üçün isimsiz bir əvəzlik seçməliyik. Yəni, müstəqil olan əvəzlik. Cavablardan da baxırıq ki, müstəqil olan əvəzliyimiz bizim təbii ki, mine olacaq. It's mine. Bu mənimkidir. 17. Clock. Clock saat deməkdir. Saat görürük, tək bir isimdir. İsmin önündə müstəqil əvəzliklər işlənməz. Theirs və yours çıxılır. Clock
təkdir və A və B variantı isə cəm olduğu üçün A ilə B-ni də çıxırıq. Qalır elə C variantı. This clock, bu saat doğrudur. İşarə əvəzi də təkdir və tək isimdən işlənib. 18-də There wasn't in the house, it was empty. Evdə yox idi, o boşdu. Deməli, evdə yox idi, heç kim olacaq təbii ki, çünki boş idi deyir. Görürük ki, inkar cümlədir. İnkarda eni və eninin törəmələri işlənir. A variantı doğru cavabdır. 19-cu sualda movie. Movie film sözü. Görürük ki, tək bir isimdir. Tək olduğu üçün cəm işarə əvəzliyini çıxırıq. A ilə B variantı çıxılır cəm olduğu üçün. Daha sonra they movie olmaz. Onlar film düz gəlmir. Və them movie də yenə yerinə görə bunlar doğru işlənməyib. Biz bura yəlik əvəzliyi qoya bilərdik. Their movie, onların filmi ola bilərdi. Qalır C variantımız this movie, yəni bu film doğru cavabdır. 20-də they must plant the trees. Baxırıq ki, cümlənin əvvəlində they verilib, onlar. Onlar əkməlidir ağacları. Təbii ki, onlar özləri themselves olacaq. They themselves D variantı doğrudur. 21-də whose money is this? Kimin puldur bu? Is my sister's, mənim bacımındır. Yəni nə? Pul. Puldan gedir söhbət. Pulu da biz itlə əvəz eləyəcəyik. It is my sister's. 22-də the teacher wanted to discuss this interesting question. Baxırıq nöqtələrdən qabaq feil verilib. Feildən sonra konkret olaraq bilirik ki, obyekt əvəzi işlənir. Cavablardan obyekt əvəzi olan yalnızca A variantıdır. 23-də whose house is this? Mr. Simpson's or your aunt's? Kimin evidir bu? Mr. Simpson'un yoxsa sənin xalanın və yaxud bibinin? Mr. Simpson'un kişi cinsindədir. Onun deməliyik biz və onunki isim olmadığı üçün onunki deyirik və bu da olacaq his. Birinci tərəfdə his götürürük. İkinci tərəfə isə baxırıq. Sənin bibinin, yəni qadın cinsində onunki deməliyik. Bu da olmalıdır. Hers, onunki. 24-də Alice often asks Bob to help her children. Alice xahiş elədi Bobdan. Bob kişi cinsinə aiddir və ask feil olduğu üçün feildən sonra kişi cinsində obyekt əvəzi gəlməlidir. Bu da olacaq him. Ask him və sonda her children, uşaqları əvəz eləyirik ki, help, kömək elə onlara. Yenə obyekt əvəzliyi help them D variantı. 25-ci suala baxırıq. Jane asks the waitress for the bill. Waitress ofisiant qadın deməkdir. Qadın cinsində olduğunu bildiyimiz üçün artıq her olacaq birinci tərəf. İkinci tərəfdə isə də bill, ödəniş. Onu da təbii ki for sözündən sonra for it deməliyik. For it, yəni bill itlə əvəz olunacaq. 26-cı sualda isə waiter verilib. Yəni ofisiant kişi sözü verilib. Bunu isə biz himlə əvəz edirik. Və yenə sonda da juice, meyvə şirəsi sözünü də yenə burada itlə əvəz eləyəcəyik. Yəni oxşar suallardır bunlar. 27-ci sualda if you don't buy trousers, I'll buy. Baxın, burada nöqtələrdən sonra verilib trousers, şalvar. Şalvar sözü cəmdədir, həmişə cəm olan isimdir. Çünki simmetrik iki hissədən ibarət olan isimlərə aiddir. Cəm olduğu üçün burada tək bir işarə əvəzliyi var. This, onu çıxırıq. Baxırıq ikinci tərəfə. Mən alacam. Söhbət nədən gedir? Təbii ki, şalvardan gedir. Şalvarı alacam. Şalvarı əvəz etmək üçün isə gərək cəm əvəzlikdən istifadə edək və feildən sonra gələn obyekt əvəzliyi olsun. Bu da olacaq B variantı. Them. I'll buy them. Mən alacam onu. 28-də I don't need scissors. Mənim ehtiyacım yoxdur qayçıya. Qayçı sözü də şalvar sözü kimi cəmdədir. Burada tək olan işarə əvəzi zət çıxılır. İkinci tərəfdə də yenə qayçı sözünü əvəz etmək üçün gərək cəm əvəzlik götürək, yəni it olmaz burada. Və z ilə zəm arasından baxırıq ki, take feildir, götürmək. Götürmək nəyi? Yəni bizə lazımdır tamamlıq. Tamamlıq yerinə obyekt əvəzliyi. Obyekt əvəzliyi də burada zemdir. D variantı doğrudur. 29-da James Park is famous for collection of water birds.
Baxın, collection kolleksiyası. Su quşları kolleksiyası ilə məşhurdur. Nəyin kolleksiyası? Parkın kolleksiyası. Yəni onun kolleksiyası deməliyik və park da üçüncü şəxsdə olduğu üçün biz onu its-lə əvəz edirik. Its collection, onun kolleksiyası. 30-cu sualda don't leave scissors on the table are very sharp. Yenə baxın, qayçı sözü cəmdədir. Biz burada tək olan işarə əvəzliyini çıxırıq. Qalır A və C variantı. İkinci tərəfdə də are-la təbii ki it olmaz. It is olardı. Qalır A variantı. They are, onlar. 31-də why don't you want to buy trousers? Trousers sözünü yenə görürük burada. Cəm isimdir. Tək olan işarə əvəzliklərini çıxırıq. Qaldı B, D, Y variantı. I don't find fashionable. Mən onları dəbli görmürəm. Şalvarlardan gedir söhbət. Find yenə feildir. Feildən sonra gəlməlidir. Obyekt əvəzliyi. Cəmdə olan obyekt əvəzliyi isə zemdir. I don't find them fashionable. Fashionable, yəni mən onları dəbli görmürəm. 32-də if you listen to all advice will help you to succeed. Əgər sən qulaq assan bütün, deməli, advice məsləhətinə, məsləhət sözü sayılmır və hər zaman təkdədir. Cəmdə olan işarə əvəzliklərini çıxırıq. Baxırıq her yoxsa hers. Təbii ki, her advice olacaq. Hersdən sonra isim gəlmir. This də ola bilər burada. Baxaq, will help you. Biz burada deyirik ki, it will help you. O sənə kömək edəcək uğur qazanmağa. O, yəni advice-ı itlə əvəz edirik. D variantı doğru cavabdır. 33-ə baxırıq. The guests raise their glasses. Guests qonaqlar. Qonaqlar sözünü əvəz etsək cəm olduğu üçün they ilə əvəz edərik və ondan sonra raise qaldırmaq, qaldırdı glasses stəkanlarını. Yəni qaldırdı onları deməliyik. Obyekt əvəzliyi lazımdır bizə yenə. Cəm olduğu üçün də onu them ilə əvəz edirik. Raise them. 34-də baxın, burada are bensitters or are cəmdir və cəm olduğu üçün özündən sonra this, zət gəlməz. Yəni tək olanları silirik. Gərək cəm gəlsin ardan sonra. Və ikinci tərəfinə baxırıq ki, isim yoxdur. Yəni isimsiz əvəzlik olmalıdır. My'dan sonra isim gəlir, yourdan sonra da isim gəlir. Ona görə bu variantları çıxırıq. Qalır D variantı. Yours, səninki, sizinki. Demək, özündən sonra isim istəmir və burada da isim gəlməyib. 35-də are Molly's glasses or baxaq burada, yenə are-dır. Are-la təkləri çıxaq, yəni this çıxıldı yalnızca. Və ikinci tərəfə baxırıq ki, yenə isim yoxdur. İsimsiz əvəzlik olmalıdır. Baxın, your qoya bilmərik. Yourdan sonra gərək isim gəlsin. My da qoya bilmərik. My-dan sonra da gərək isim olsun. Qalır 1 və 4. A variantı elə doğru cavabdır. 36-da are Simons or spectacles. Baxın, yenə xəbərimiz are-dır, yəni cəmdir. Belə olan halda təkdə olan işarə əvəzliklərini çıxırıq. Yəni this çıxılır 4 və 5. Və baxırıq ki, ikinci tərəfə baxaq. Spectacles. Spectacles yəni eynək sözüdür, isimdir. Yourdan sonra isim gələr, herdən sonra da isim gələr, lakin mine'dan sonra isim gəlməzdi. O variantı da çıxırıq, qalır 1 və 3. B variantı doğrudur. 37-də the bird spread wings. Wings qanadlar. Qanadlar. Söhbət nəyin qanadlarından gedir? Quşun qanadları. Yəni quşu əvəz edirik ki, onun qanadları. Onun qanadları olacaq its wings, yəni birləşik olan its sözü. Əvəzliyi. 38-də you'll love the place with sunny weather and beaches. Sən sevəcəksən bu yeri günəşli havası və çimərlikləri ilə. Burada onun sözünü, yəni place, yerin günəşli havası demək üçün onun təbii ki olacaq yenə it's sunny weather. Deməli, əgər onun mənasını bildirmək istəyiriksə və özündən sonra isim verilibsə, biz itsdən, yəni birləşik olan itsdən istifadə edirik.
39-da Jane expected deməli gözləmək feildir. Feildən sonra obyekt əvəzliyi gəlməlidir. Birinci tərəfə baxırıq ki, elə obyekt əvəzlikləri verilib. Doğrudur. To invite her to house. House ev. Baxın, isimdir. İsimdən qabaq isimli bir yəlik əvəzliyi olmalıdır. Burada mine olmaz. Mine'dan sonra isim gəlmir. Hours'dan sonra da gəlmir. Digərləri isə hələ ki doğrudur. Elə 1, 3, 5 A variantı doğru cavabımız olacaq. Baxırıq 40-cı suala. Eyni tip sualda baxın, sonda place yer. Yerin qabağında isimli əvəzlik olmalıdır. İsimsiz olanları çıxaq. Theirs çıxılır. His ola bilər. His həm isimlidir, həm də isimsizdir. Ona görə burada da yəni yazıla bilər. Həmçinin there də olar. Təkcə 4-ü çıxdıq biz variantlardan. Baxırıq, Kevin wanted. Wanted istəmək feildir. Feildən sonra gəlməlidir obyekt əvəzliyimiz. Amma burada bir dənə şəxs əvəzliyimiz var, they. Ona görə 2-də çıxılır. Qalır 1, 3, 5 C variantı doğru cavabdır. 41-ci sualda bu tip suallarda uşaqlar çox vaxt çaşırlar, lakin xırda nüansları bilmək lazımdır. Məsələn, birinci baxırıq ki, nöqtələrdən sonra burada bir artikel var. Əgər artikel gəlibsə, bu zaman biz it apostrofes götürməliyik. Birinci tərəfdə it apostrofes olacaq. It is a beautiful plant. Bu gözəl bir bitkidir. Daha sonra isə yarpaqları, yəni deməliyik ki, onun yarpaqları, onun mənasını verən isə birləşik yazılan its olacaq. Bu da olur B variantı doğru cavab. Növbəti sualda Brian's clothes. Clothes görürük cəmdir, həmçinin xəbərimiz are-dır. Ona görə tək olanları çıxaq. A variantı Z təkdir və D-də this təkdir. Digərləri hələ ki doğrudur və sonda isim yoxdur. Baxın, my'dan sonra isim gələr, your'dan sonra isim gələr. Lakin Y variantı your'dan sonra isim işlənməz. 43-də have you heard? Have you heard? Baxın, burada you'dan istifadə olunur. Sən incitmisənmi? Sən təbii ki olacaq sən özünü və yaxud da siz özünüzü. 3 və 4 B variantı doğru cavab olacaq. 44-cü sualda da have you done the housework? Burada da yenə baxın you'dur. Əsas əvəzliyimiz və you-ya uyğun olaraq yourself və yourselves. 3 və 4 B variantı doğru cavabdır. 45. I like trousers. Trousers cəmdir. Tək şar əvəzliklərini çıxırıq. Sonda da color, rəng. Deməliyik ki, onun rəngi. Daha doğrusu onların rəngi. İngilis dili ilə götürsək, şalvar sözü cəmdədir. Cəm olduğu üçün biz bunu its-lə verə bilmərik. Qalır B variantı. Their color. Onların rəngləri. 46-cı sualda she liked not only the dress but also color. Aha, o yalnızca donun özünü bəyənmədi, həm də onun rəngini bəyəndi. Baxın, donun özü, dressi, yanında yazırıq itself və ikinci tərəfdə də color, rəngi, deməliyik ki, onun rəngi, yəni paltarın rəngi. Bu da olacaq C variantı, its color doğrudur. To be successful in life must believe in bu da baxın, həyatda uğurlu olmaq üçün inanmalısan. Uyğun əvəzliklər olmalıdır. Məsələn, you yourself, sən özünə inanmalısan. She herself olardı. He himself 3 doğrudur. 4-də you yourselves, bu da olar təbii ki doğrudur. Və 5-də isə they ilə themselves olmalıydı. Yanlış yazılıb. 1, 3, 4 D variantı doğru cavabdır. 48-də yenə eyni tip sualdır. To be really healthy, baxırıq you yourself, she herself doğrudur. He himself olmalıydı. 4 doğrudur. We ourselves. 5-də isə they themselves olmalıydı. Yanlışdır. 1, 2, 4 Y variantı doğru cavabdır. 49-da John couldn't make a decision. John qərar verə bilmir. John özü qərar verə bilmir. Yəni himself deməliyik. So his parents offered help. Beləliklə onun valideynləri təklif elədilər öz köməklərini, onların köməklərini. Yəni valideynlər sözünü əvəzliklə əvəz edirik. Valideynlər təbii ki cəm olduğu üçün
əvəzlik baxımından doğrudur burada. Sadəcə help isim gəldiyi üçün isimlə işlənən əvəzlik there olacaq. C variantı doğrudur. 50. Whose books are? Kimin kitablarıdır bunlar? Baxın, xəbərimiz cəmdir. Cəm olduğu üçün zislə zəti çıxırıq. They ola bilər burada. Onlar kimin kitablarıdır? Və deyir, onlar deməli teachers, müəllimindir. Baxın, that are olmaz, those are ola bilərdi. Qalır elə Y variantı. They. 51-ci sualda do your job, Joseph. Baxın, Josephdən qabaq vergül qoyulub. Yəni, Joseph xitabdır. Xitabla müraciət edirik Josephə. Və bilirik ki, xitab da ikinci şəxsdə olur. İkinci şəxsin ya təkində, ya cəmində. Joseph burada ikinci şəxsin təkində olacaq. Öz işini gör. Joseph, yourself olmalıdır. B variantı doğru cavabdır. 52-də John spent a lot of money on books. Money sözünü əvəz etməliyik burada. Money təbii ki, sayıla bilməyən tək isimdir. Biz onu z ilə, z-lə yox, itlə əvəz etməliyik. Sonda da books, kitablar cəmdir. Yenə də bunu it's-lə yox, z-lə əvəz etməliyik. 53-cü sualda qonaqlar həm şəhəri xoşladılar, həm də onun cəmaatını. Baxın, şəhərin özünü deyiriksə, city olmalıdır itself, city itself və cəmaatı its people, onun cəmaatı B variantı doğru cavab olacaq. 54-cü sualda the Browns like the house because location allows to get work earlier. Brownlar xoşladılar evi çünki location, yeri, məntəqəsi, onun yeri, yəni evin yeri. Evin onun demək üçün itsdən istifadə edirik. Sonda isə icazə verir. İcazə verdi. Kimə? Obyekt əvəzliyi olmalıdır. Them, onlara. 55-ci sualda eyni tip sualdır bu da. Elə bil bizim baxdığımız suallardan oxşar 53-ə oxşar bir sualdır. Burada da yenə country itself deməliyik. Daha sonra isə cəmaatı its people olacaq. A variantı. 56-da we admired not only the film. Yenə eyni tip sualdır. Film itself və onun musiqisi its music. B variantı doğrudur. 57-də burada yəqin itslərə baxırıq yenə. Gəlin baxaq. Deməli, bir də she is very interested in Brazil and its history. O çox maraqlanır Braziliyanın və onun tarixinə. Doğrudur, onun tarixidir. Its history düzdür. İkinci cümlədə I knew it was a giraffe but because of its long neck. Onun uzun boynuna görə. Doğrudur, yenə də onun uzun boynu its olacaq. Bitişik formada yazılan. Üçüncü, the firm had decided to change its name. Burada artıq yanlışdır. Onun adını, öz adını demək istəyirsə, bitişik yazılan its olmalıydı. 1-lə 2-də olduğu kimi. Necə deyirik? Onun tarixi, onun boynu, onun adı. 3 yanlışdır. 4-də də baxın, it yedi, yenə öz yeməyini, onun yeməyini. Its food. Yenə də burada its bitişik formada olan olmalıydı. Yanlışdır bu da. Və 5-də də yenə baxın 1-lə 5 elə eyni ifadələr verilir. Sadəcə 1-də doğrudur, 5-də yanlışdır. It is history yox, its history olmalıdır, onun tarixi. 58-ci sualda it's my birthday today. Bugün mənim ad günümdür. It is my birthday today. Doğrudur, yəlik əvəzliyindən qabaq it apostrofes işlənir. 1 düzdür. 2-də Great Britain is famous for its textile industry. Düzdür, it's onun sənayesinə məşğuldur. Daha doğrusu məşhurdur. 1-2 doğrudur. 3-də the cat hurt its leg. Yox, bu artıq yanlışdır. Yəni öz ayağını, onun mənasını vermək üçün biz itsdən istifadə edirik. Yanlışdır bu. 4-də də baxın gülləri, onun gülləri yenə its olmalıydı. 5-də
Görməli yerlər it's yenə işlənməli idi burada. Elə 1, 2, C variantı doğru cavabdır. 3, 4, 5 yəni eyni tip səhvlərdir. 59-da leave room, let, icazə ver, feildir. Feildən sonra gəlməlidir obyekt əvəzliyi. Qaldı burada them, let them, onlara icazə ver. Leave, deməli room, otağı. There's room demək olmaz. Bundan sonra isim işlənmir. Ona görə A yanlışdır. Qalır elə Y variantı. This room, bu otağı. Onlara icazə ver, tərk eləsinlər. 60-da yenə letdir. Letdən sonra gəlməlidir obyekt əvəzliyi. Them və yaxud da her da ola bilər burada. Guidebook, bələdçi kitabı. Baxaq burada da theirs olmaz. Özündən sonra isim işlənmir. Həmçinin C variantında da theirs yanlışdır. Qalır A variantı this-lə demək olar. 61-də I have ironed the trousers. Şalvarları ütülədim. Sən istəyirsənmi mən gətirim? Səninkini olar təbii ki. Yourdan sonra isim olmalıydı. Burada heç isim yoxdur. Ona görə yours olacaq. Və ikinci tərəfdə də or will you take, yoxsa sən gətirəcəksən. Söhbət şalvardan getdiyi üçün biz onu itlə yox, themlə əvəz edirik. Gətirəcəksən them, onları. C variantı doğrudur. 62-də bu da eyni tip sualdır əslində. Baxın, yenə isim yoxdur. Ona görə yours olacaq. Və closest sözündə əvəz edəndə biz themlə əvəz edəcəyik. Y variantı doğrudur. 63-də if you consider advice to be useful, you deceive. Deməli, advice sözü sayılan tək isimdir. Cəmləri çıxaq cavablardan. Qaldı this-lə that. This that doğrudur. You deməli deceive deyirsə, you-ya uyğun olaraq təbii ki olmalıdır yourself. C variantı doğrudur. 64-də James, if you suppose information. Information sözü də təkdədir. Cəm olanları çıxırıq. Sonda da baxırıq. Try to find out something. Çalış ki, nəyisə tap. Çalış deyirəmsə, ikinci şəxsə müraciət edirəm. Təbii ki olacaq sən, yəni yourself. B variantı doğru olacaq. 65-də bu tip suala bayaq baxdıq biz. Baxın, burada article varsa it apostrofesi olmalıdır və daha sonra architecture, memarlığı deyəndə onun memarlığı, burada isə bitişik yazılan it olmalıdır. 66-da yenə article var, burada da apostrofesi götürürük və yaxud da it is də olar. Təbii ki bunlar eynidir. B və Y variantının birinci sözləri, yəni tamamilə eyni şeydir. Apostrofesindən də yazıla bilər və yaxud da ayrıca it is formasında da yazıla bilər. Və smell qoxusu. Onun qoxusu deyiriksə, burada artıq bitişik yazılan olmalıdır. It's smell, onun qoxusu. 67-də look over. Look over deməli Z olar təbii ki. Bax ora deyə bilərik biz. Z olar. There olmaz. There'dan sonra gərək isim gəlməli idi. Və digər tərəfdə də if you want to see where are building. Where are building. Bu hissəyə baxdıqda isə deməli they are building the new bridge. Onlar tikirlər yeni körpünü. They ilə are olacaq. Mübtəda kimi biz əvvəldə they are istifadə edə bilərik. They are building. Onlar tikirlər yeni körpünü. Sən onu görə bilərsən. 68-də də design of these dresses. Bu paltarların dizaynı. Baxın, of-dan əvvələ baxırıq. Dizayn sözü tək olduğu üçün biz artıq mübtədamızı tək götürməliyik. Yəni burada they olmaz. It olacaq və ikinci tərəfdə isə a famous designer. Məşhur dizaynerə, yəni ona deməliyik. Hers onunkudur. Olacaq C variantı, him ona. 69-da the style of the shoes. Yenə də eyni sualdır. Of-dan əvvələ baxırıq tək olduğu üçün. Burada da yenə it olacaq. Və Stephen Watson. Stephen Watson bu adıdır, yəni şəxsin adı olduğu üçün bu da kişi cinsində təkdir. Him olacaq, to him. 70
We liked not only the village, biz yalnızca kəndin özünü sevmədik, həmçinin onun landşaftını da bəyəndik, sevdik. Baxın, bu tip suallardan işləmişdik biz. Kəndin özü olacaq itself və onun landşaftı its landscape olmalıdır. D variantı doğrudur. 71-də very difficult. Baxın, əgər very sözünü görürsünüzsə, bilin ki, burada it apostrofesi işlənəcək. It is very olmalıdır. Yəni, hər zaman bu belədir. Və digər tərəfdə isə language, dil olduğu üçün onun dili deyirik. Its language, yəni biçik olan C variantı doğru cavabdır. 72-də burada I love nature and try to protect. Mən təbiəti sevirəm və çalışıram ki, qoruyum. Onu olacaq. Onu obyekt əvəzliyi kimi it deyirik sadəcə. Və I think my duty, mən düşünürəm ki, mənim vəzifəmdir. Bu mənim vəzifəmdir. Xəbər olaraq isə, mübtəda xəbər olaraq isə biz burada it is my duty deməliyik. Yəni, it apostrofesi olan D variantı doğru cavab olacaq. Yərik əvəzliyini görəndə də my yərik əvəzliyi işləndiyi üçün burada da it apostrofes doğru cavab olmalıdır. 73-də Jack and Jane 2 nəfər olduğu üçün cəmdir. Biz bunu Z ilə əvəz edirik. Və digər tərəfdə isə their niece. Niece bacı, qardaş, qızı deməkdir. Yəni qadın cinsinə aiddir. Təbii ki, burada da olacaq her. 74-də if you want to know a country and people, əgər sən bir ölkəni və onun xalqını tanımaq istəyirsənsə, onun cəmaatını, onun demək üçün biçik yazılan its olmalıdır. Digər advisable, məsləhətlidir. Sifət işlənibsə əgər, sifətdən qabaq it apostrofes yazılacaq. It is advisable, bu məsləhətlidir. To visit, ziyarət etmək, onu. Onu visit feildir. Feildən sonra obyekt əvəzliyi gəlməlidir və obyekt əvəzliyi olan isə burada itdir. A variantı doğrudur. 75-də John and Anne blamed for the accident. John və Anna günahlandırdı. Günahlandırdı özlərini ola bilər, themselves və yaxud da günahlandırdı bizi. Obyekt əvəzliyi də burada işlənə bilər. 2 və 4 C variantı doğru cavabdır. 76-da I like not only perfume. Yenə işlədiyimiz tip suallara aiddir. Deməli, ətirin deməliyik özünü, ətirin özü olacaq itself və onun butulkası, qabı, onun dediyimiz üçün burada isə biçik formada olan its yazılmalıdır. C variantı doğrudur. 77-də researchers sözü baxırıq ki, cəmdədir. Cəm olduğu üçün tək olanları çıxırıq. These, those qaldı və sonda da apostrofesdən sonraki sözə, yəni discovery sözünə baxırıq. Discovery təkdədir. Onu da biz əvəz edirik itlə. Yəni didn't it. Qabaqdakı işarə əvəzliyi birinci sözə görə qoyulur. Sonda isə ayrıcı sualla verilən ifadə isə apostrofesdən sonraki sözə görə baxılır. 78-də Have you visited Lisbon and sites? Lisbonun və onun görməli yerlərini ziyarət etmisənmi? Onun görməli yerləri bu its olacaq. Biçik formada yazılan və advisable, məsləhətlidir. Bayaq da dedik bunu. Bu məsləhətlidir. Sifət gəlib yenə it is olmalıdır burada. Və sonda isə to see, görmək. Görmək nəyi? Site, görməli yerləri. Yəni onları, them deməliyik burada da. C variantı doğrudur. 79-da Children, why don't you want my colleague to meet you? Uşaqlar, niyə istəmirsiniz ki, mənim belə deyək, iş yoldaşlarım sizinlə görüşsün? Burada iş yoldaş sözü deməli əsas sözümüzdür bizim və iş yoldaş sözünü əvəzliklə əvəz eləsək, təbii ki, qadın da ola bilər, kişi də ola bilər. Buna görə himself və herself götürməliyik biz. Doğru cavab kimi B variantı olacaq. Daha sonra 80-də Alice nephew bacı qardaş oğuldur. Yəni kişi cinsinə aiddir. Ona görə burada olmalıdır he. Və spectacles açıqlar cəm olduğu üçün bunu itlə yox, zemlə əvəz edirik. D variantı doğru cavabdır.
81-də Sophie's cousin. Sophie'nin kuzeni. Bilmirik, he də ola bilər, she də ola bilər burada, amma his olmaz. Və scissors sözü artıq cəm olduğu üçün burada konkret olaraq bilirik ki, themlə əvəz olunmalıdır.